Eləcə də dediyim kimi, bu ürək-damar sistemi xəstəlikləri deyirəm yaydır, qan qatılaşır, adamlar da suyu normal miqdarda içmirlər. Burada tromb əmələ gəlməsinə, ürək əzələsinin infarktının əmələ gəlməsinə şərait yaranır. Bəzən də o çox ciddi, hətta ölümlə nəticələnə bilir. Adamların təbii ki, etinasızlığı nəticəsində, həkimə gec müraciət etməsi nəticəsində. Zəli qoyduranda, zəli qana 250-dən artıq ferment buraxır, qan durulur və tromb əmələ gəlmir. Əmələ gəlmədiyi üçün infarkt əmələ gəlmir, gəlmədiyi üçün də rahat həyatını yaşaya bilirsən. Ona görə də bəzən çox yanlış bir fikir yayılır ki, yayda zəli qoymaq olmaz, onu harada. Hər halda bu zəli haqqında ölkədə sözü mən deyirəm ki, nə olar, nə vaxt olar, nə vaxt. Mən də deyirəm 365 gün qoymaq olar. Ən çox da yayda qoymaq lazımdır ki, qan duru saxlasın. Elə olsa heç mən özümə qoymaram ki. Yəni, indi mən tanıyanlar bilir, dostlarım, işçilərimiz bilir, mən nə qədər zəli qoydururam bir dəfə özümə. Allah'ın olsun, axırıncı dəfə 24 dənə zəli qoymuşum. Gözümə şiş gəlir bu dəqiqə. Və bilirəm ki, artıq təhlükəsiz həyat yaşayıram.